Davam edirik dəyərli izləyicilərimiz. Masallı rayonu Təzəkənd kəndindən qaynar xəttimizə şikayət ünvanlanıb. Qafarov Ağəddin 2023-cü ildə Sumqayıt şəhərindən maşın aldım deyir izləyici. Mercedes markalı 4 göz bir dənə avtomobil almışam. Atamın adına keçirdim və bütün sənədlərim də var. Bəhruz İbayev icra məmuru avtomobilin birinci sahibi Anar adlı şəxslə əlbir olub, avtomobilimizi əlimizdən aldı və aylardır cəhd göstərir. Avtomobili geri qaytara bilmirik ki, bilmirik deyir izləyici. Mən Masallı rayon Təzəkənd kənd sakini Qafarov Ağəddin Ağadaş oğlu 2023-cü ildə Sumqayıt şəhərinə maşın almaya getmişdim 2 dənə kəndçimdən. Bir Mercedes nömrəli 4 göz bir dənə maşın atam üçün bəyəndi. Getdik orada Sumqayıt şəhərində yoxlatdırdı, sonra da gətirdik Lənkəran şəhərindən aformut elədik atamın adına. Bu da aformutun sənətini öz adına da 2 ildir, 3-cü ildə atamın adına olan mülkdir. Burada da ki Xətai rayonunun məhkəməsinin qərarı var. Səlimov Namiq Yusuf oğluna aiddir bu. Xətai rayon məhkəməsi qərar çıxardıb ki, borclu şəxs Səlimov Namiqdir burada. Amma bizim icraçı Bəhruz İbayev adlı şəxs burada dələduzluq eləyərək, atamı alladaraq maşını gətizdirib ki, köybüyə çağırtdırıb, deyib ki, maşında problem var. Şəxsən atamın adına olan mülki deyib ki, etibarnamə ilə idarə edirsən, yalandan alladaraq aparıb. Maşının deməmişə birinci yəsi Oğuz rayon sakini gəlib, Anar adlı şəxs, tanımadığımız adamdır. Maşını alaraq, atamı alladaraq, gecə ilə maşının içində də 2500 pul təhvil təslim eləmədən özü çəkiliş aparıb. Çəkilişdə də barduzluqun içində demiş ki, kitabın içində pul var, oranı çəkməyib. Hamısı da məhkəmədə sübut olub. Nəsə Masallı rayon məhkəməsi qərar çıxartdı. Bəhruz İbayevin dələduzluq əməli ilə bağlı ki, yəni qanunsuz olaraq maşını veribsən. Bu kişi Qafarov maşın Qafarov Ağadaş Camal oğluna məxsusdur. Amma yalandan Ədliyyə Nazirinə də məlumat verib ki, Qafarov Ağadaş maşını etibarnamə ilə idarə edir. Masallı rayonuna Ədliyyə Naziri gəlmişdi, getdik, şəxsən onun qabulunda oldu, özümüz təhvil elədi, təhvil verdik ki, bunları belə sənədləri göstərdi ona, dedik ki, bu mülk bizə aiddir, bizim adımızadır. Onun işçisi yanında olan dedi ki, bizə məlumat, yalandan məlumat verib ki, maşını etibarnamə ilə idarə edir. Ədliyyə Naziri bizə şəxsən dedi ki, mən özüm nəzarətə götürürəm bunu. Burada cinayət işi də ola bilər. Xahiş edib bizə köməklik göstərəsiniz. Maşının nömrəsini biz gətirdik, 44 CX 864 elədik. Maşının nömrəsi də dəyişilib orada. Qəti yəni o şeyə aidiyyəti yoxdur da, yəni Xətai məhkəməsinin bizdə qəti ona heç o nömrə yoxdur orada, o adı yoxdur, heç bir şey yoxdur. Orada 864 maşını gəldi. Qanunsuz. Maşın da gəldi, maşını gətirdilər Oğuz rayonunun polis idarəsinə saxlamağa xahiş eləmişik. Oğlan sürdü qanunsuz, bizim aldığımıza olan maşını sürür. Radar da düşüb, radara da düşüb hal-hazırda. Maşın saxlansın burada. Gördüyünüz kimi mənzərə bundan ibarətdir. Adam pulun verib, maşınını alır, sonra da kimsə kimdənsə əlbir olur, gəlir cəmaatın halal maşınını əlindən alırlar. Bir də orada 2500 manat məbləğində pul var idi maşında, amma ki maşının hər yerini çəkmişlər, oranı çəkməmişlər, çünki pulu götürmüşlər deyə izləyici belə bir iddia ilə çıxış eləyir. Neysə ki, böyük bir cəncələ düşüb adam, nə qədər çalışsa da maşınını geri qaytara bilmir. Sadəcə polis əməkdaşlarından xahiş eləyib ki, bu maşını saxlasınlar. Çünki maşının sahibi başqa adamdır. Nömrəni də dəyişiblər maşın alandan sonra, amma necəsə olur, sonraki əvvəlki sahibi Anar adlı şəxs ortaya çıxır. Maşın mənimdir deyir, o etibarnamə ilə sürürdü deyir və Bəhruz İbayev də icra məmuru gəlir bu ata balanın əlindən maşını alır. Bəlkə də indi bizim bilmədiyimiz məqamlar da var burada. Ola bilsin ki, qarşı tərəf tam başqa bir açıqlama verəcək. Çünki mən həqiqətən də bunu başa düşmədim ki, insan pulla aldığı maşını necə kimsə gəlib onun əlindən alır. Məsələn ki, oğurluq maşını olarsa bu başqa bir şeydir də.
ki yolların satılmasına ümumiyyətlə icazə yoxdur və yaxud da ki, sənədin olmazsa, polis əməkdaşları bunu apararlar cərimə meydançasına idarə eləməyə icazən yoxdursa filan. Bu başqa məsələlərdir. Yəni, amma ki, burada izləyicinin danışığında başqa şeylər var ki, yəni hər şey onun atasına aiddir. Amma ki, əvvəlki sahibi gəlir çıxır ortalığa ki, bəs maşını ver mənə. Bəs maşını almaq üçün verdiyin pul hara getdi? Maşının sənədləri var, sənəd var. Məhkəmə qərar çıxarır ki, maşının sahibi bu adamdır. Məhkəmənin qərarı heçə sayılır, bilmirəm. İcra məmuru Bəhruz İbayev hansı, belə deyək də, daha yüksək rütbəli məmurdur ki, o məhkəmənin qərarını heçə sayır. Çünki məhkəmənin qərarı bu şikayətçilərin leyhinədir. Amma necəsə olur, Bəhruz İbayevlə Anar bəy gedişatı dəyişə bilirlər. Hər halda qarşı tərəf kimi fikir bildirmək ixtiyarınız var və qaynar xəttimiz sizin də ixtiyarınızdadır.